Salam, hər vaxtınız xeyir olsun. Son zamanlar dövlət qulluğu imtahanına çox düşən bunker mövzusuna aid olan bir test tapşırığının izahına baxacağıq. Deməli, baxırıq bu test tapşırığında bizə deyir ki, bunkerdən hərəkətə başlayan 24 kürə şəklin aşağısındakı boşluqlara yığılır. Həmin boşluqlara yığılan kürələrin sayı hansı variantda doğru verilir? Qeyd yerində də bizə verilib ki, kürələr bölünmə imkanı verən maneə ilə qarşılaşanda onların yarısı maneənin bir tərəfinə, digər yarısı isə o biri tərəfinə keçərək davam etdirir. Yəni hərəkətlərini davam etdirir. Deməli, məsələ nədən ibarətdir? Burada baxırıq ki, şəklin bu hissəsində 24 dənə kürəcik var. Və bizə deyir ki, bu kürəciklər maneəyə rastlaşanda maneə ilə bərabər sayda digər hissələrə bölünürlər. Yəni, məsələn, burada 24 kürə gəlib bu maneəyə rast gələndə sola 12, sağa isə 12 kimi bölünür. Düşürük aşağı. Baxıram ki, bu boşluqla gəlir, ta ki bu maneəyə qədər heç bir maneəyə rast gəlmir. Çünki bura bağlıdır. Deməli, bu 12 dənə kürəcik gəlib bura çatanda sola 6-sı, sağa isə 6-sı gedir. Gəlirik digər tərəfə. Burada da bu 12 dənə kürəcik gəlib bu maneəyə çatanda, burada bu sola 6-sı, sağa isə 6-sı gedir. Bu boşluqdakı 6 dənə gəlib bu hissəyə, buradakı maneəyə çatanda 3 dənəsi sola, 3 dənəsi isə sağa gedir. Buradakı 6 dənə isə gəlib buradakı maneəyə toxunur və 3-ü sola, 3-ü isə sağa doğru yönəlir. Deməli, hər boşluğa diqqət etirsək, birinci boşluqda 6 dənə kürəcik var, ikinci boşluqda 6 üstə gələk 3, yəni 9 dənə kürəcik var, üçüncü boşluqda 3 üstə gələk 3, yəni 6 dənə kürəcik var, sonuncu dördüncü boşluqda isə 3 dənə kürəcik var. Deməli, cavabım olacaq birinci boşluqda 6 dənə, ikinci boşluqda 9 dənə, üçüncü boşluqda yenə 6 dənə, dördüncü boşluqda isə 3 dənə. Baxaq görək bu hansı cavab variantında doğru göstərilib. Deyəsən elə A variantında bu doğru göstərilmişdi. Baxırıq A variantına. Bəli, A variantında doğrudur. 6, 9, 6, 3 cavabı A variantı.